etiraz olaraq Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbusların azadlığı üçün aclıq aksiyasına başlayırıq. Bir daha uca səslə, hakimiyyətdən tələb edirik ki, Tofiq Yaqublu buraxın, azad eləyin insanı, bəsdirin. Bu qədər qəddarlıq olmaz artıq. Tofiq Yaqublu qanunsuz həbsinə etiraz olaraq bir aya yaxındır, artıq 129 gündür ki, aclıq eləyir həbsxanada. Hökumətin, yəni biz belə görürük ki, onu heç buraxmaq fikri də yoxdur. O səbəbdən biz bu gündən aclıq aksiyasına başlayırıq Müsavat Partiyasının qərargahında. Deməli, mən başlayıram, Ceyhun Novruzov, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Sabah rayon şöbəsinin sədri. Mənlə bərabər cəhbətçi Təvəkkül Həsənovdur, Rövşən Səfərovdur, Zəkirullah Ağsaqqal dayımız Nağıyev, Zəkirullah Nağıyev, İsmayəddin bəy başlayır. Musavatdan bir nəfər Natiq bəydir, bir də illərin müxalifətçisi, prinsipial müxalifətçisi Tofiq bəyin dostu Hüseyin Məlik başlayır aclığa. Musavat Partiyasına da təşəkkür edirik ki, bizə üçün yer ayırıblar. Çünki başqa çarəmiz yoxdur. Yəni, biz bildiyimiz kimi Azərbaycan Xalq Cəbhəsi Partiyası Milli Şura olaraq Bakı şəhəri icra hakimiyyətinə, miting üçün bütün siyasi məhbusların, başda Tofiq Yaqublu olmaqla azadlığı üçün, azadlıq tələbi üçün miting müraciət elədi. Ənənəvi olaraq onların prinsipinə yəni bizə imkan vermədilər. Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsini yenə heçə saydılar. Bu hakimiyyət üçün Azərbaycan Konstitusiyası sadəcə qaralama dəftəridir. Biz də Tofiq Yaqublu necə özü də demişdi həbsindən qabaq ki, insanlar aclığa hüquqsuzluq olduğuna görə, çarəsiz olduğuna görə yəni aclıq edir. Biz də hətta onu başlamışıq, çünki ölkədə heç bir hüquq, heç bir ədalət, heç bir qanun, hamısı sifarişləndir. Şəxsən özüm, mən, burada olan hər kəs, mən özüm siyasi məhbus həyatı yaşayan insanam, dəfələrlə şərrlənib həbs olunmuşam. Tofiq Yaqublu da həmçinin 4 dəfə uzun müddətli siyasi məhbus həyatı yaşayıb, dəfələrlə inzibati həbslərdə olub, böyük işgəncələr alıb. Hətta bir şeyi xatırladım ki, deməli 2000 Salih Rüstəmlinin azadlıq aksiyasında Tofiq Yaqublunu aparıb pis döymüşdülər, ələtdə buraxmışlar. Mən tək getdim onun arxasıca. Tofiq Yaqublunun insanlıqdan, hüquqdan necə yana olduğunu bildirmək istəyirəm. Tofiq Yaqubunu mən tapanda gözləri görmürdü, qətiyyən heç nəyə görmürdü. Əlindən tutdum, biraz kövrəlirəm o vaxtda danışanda, o mənzərə yadıma gəlir. Əlindən tutdum, gətirdim maşına otuzdurdum. Arxamızca maşın gəldiyinə görə Tofiq bəyə demədim, möhkəm sürürdüm. Tofiq bəy birdən sual verdi ki, haradayıq? Dedim ki, Tofiq bəy, Lökbatana çatırıq. Dedi, sən niyə möhkəm sürürsən, sən niyə qanunları pozursan? Dedim, Tofiq bəy, qanunları pozmuram, neyiniyim arxamıza gəlirlər. Yəni, hətta oldu Bibeybətə yaxınlaşanda, Bibeybət məscidinə yaxınlaşanda bir siqnal da verdim ki, yol versinlər, yəni yolun solu ilə gedim. Yenə mənə irad bildirdi ki, sən niyə siqnal verirsən? Yəni, o qədər dürüst, o qədər ləyaqətli, o qədər şərəfli insanı şərləyib nə qədər tutmaq olar, nə qədər insana həbs eləmək olar. İndi, məsəl üçün, bilirik, məsəl üçün, sən qisas alırlar ondan. Yaxşı, alırsan qisas daha bəsdir, bu qədər qəddarlıq olmaz. 2 ildir insan, 2 ilə yaxın da həbsdədir, bıraq bu insanı. Onun heç olmasa Azərbaycan üçün elədiklərinə hörmət qoyun. İnsan öz 2 körpə balasın 1-ci Qarabağ müharibəsində evdə qoyub könüllü müharibəyə gedib. Cəmiyyət bilsin ki, mən Kürdəxana həbsxanasında aclıq eləmişəm. O aclıq eləmək asan şeydir, yəni çox çətindir. Yəni, heç kimə asan gəlməsin ki, bu oturdu aclıq eləməyə. Çox çətindir. İnsanın bədəni ağrıyır, bədən quruyur, hiss edirsən ki, bədən quruyur. Ona görə də uca səslə Tofiq Yaqubluya azadlıq tələb edirik.
Tofiq Yaqublu Azərbaycan xalqının sərvətidir. Tofiq Yaqublu mübarizə simvoludur. Tofiq Yaqublu nə müsbət sözlər varsa, hamısı Tofiq Yaqubluya layiqdir. Biz onsuz da bunlardan bir şey gözləmirik. Yəni, biz onu tələb edirik ki, Tofiq Yaqublunu azad eləsin və həmçinin bütün siyasi məhbuslar azad olmalıdır. Amma Tofiq Yaqublu başda olmaqla. Tofiq Yaqublunu tələbimiz odur ki, dostlar da hamısı mənə qoşulur ki, Tofiq Yaqublu azad olsun. Biz də ona görə etiraz olaraq Tofiq Yaqublu başda olmaqla bütün siyasi məhbusların azadlığı üçün aclıq aksiyasına başlayırıq. Bir daha uca səslə, hakimiyyətdən tələb edirik ki, Tofiq Yaqublu buraxın, azad eləyin insanı, bəsdirin. Bu qədər qəddarlıq olmaz artıq. Tofiq Yaqublu ləyaqətli, dürüst, gördüyü əyriliklərə, hakimiyyətin oğurluğuna qarşı susmayan bir adamdır. Yəni bu adam, bu artıq onun xarakteri və israrla tələb edirəm ki, azlıq aksiyasının məqsədi də odur ki, Tofiq Yaqublu azad olunsun. Həm Tofiq Yaqublu və bu günləri 365 nəfərdir məncə, siyasi məhbusların hamısı azad olunsun. Yəni aksiyamızın səbəbi odur. Aksiya elədi ki, azlıq aksiyası. Bu son qərardır. Müəyyən şeylərə təsir gücü qalmayanda son qərardır ki, o azlıq aksiyasını keçirdir. Mən Tofiq Yaqublu'nun azsaylı şahidlərindən biriyəm. Biz Qubad Badoğlu'nun məhkəməsində iştirak edəndə həmin Tofiqin üzə duran Elnur yaxınlaşdı bizə. Məhkəmədə də belənçi ifadə vermişəm. Yaxınlaşdı, bizə nəsə soruşmaq istəyirdi. Biz Tofiq Yaqublu ilə çəkildik kənara. Tofiq Yaqublu mənə dedi ki, Hüseyin bəy, bu hökumətin örgətdiyi adamdır və özü gözləginən bundan biraz ehtiyatlı oldu. Yəni Tofiq Yaqublu, yəni onun bunu şərləmək istədiyin, o qəsdən Qubad Badoğlu'nun məhkəməsinə gəlmişdi ki, Tofiq Yaqublu ilə bir şəkil çəkdirsin, neynəsin və sonraki o üzədranlıq işində ona yararlı olsun. Tofiq Yaqublu mənə deyir ki, ehtiyatlı ol, şərləyər, böhtan atar, neynəyər? Tofiq Yaqublu ondan şükürənməz də. Aydın məsələdir ki, bu böhtancıdır, üzədrandır, örgədilmiş adamdır və bu Tofiq Yaqubluya qurulan bu cinayət işi də başdan ayağa özünün sübut elədiyi kimi qurama bir şeydir. Tələbimiz odur ki, bu Tofiq Yaqublu'nun cinayət işi qondarma olduğu qədər də sifarişlidir. Hakimiyyətin ən yüksək səviyyəsindən bu sifariş verilib. Həmin o adamın özünə səslənirəm ki, sən manyak deyilsin, sən cəllad deyilsin, sən bunu azad elə. Yəni Tofiq Yaqublu'nun İraqda belə dediklərimizdən ölümü Azərbaycan üçün, Azərbaycan hakimiyyəti üçün, millətimiz üçün utanç gətirici bir, nə bilim, şey olar. Tofiq Yaqublu'ya azadlıq tələb edir. Səhhətimdə 3 dənə stent var, bir dəfə infarkt olmuşam. 2-ci dərəcəli ağır şəkərəm. Yəni əlimdən nə gələr ki, yəni bu aksiyaya qoşuluram. Tofiq Yaqublu'nun azad olması üçün hər şey getmək olar. Səfərov Rövşən Yavəroğlu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Xətai rayon sədr müavini. Özüm şəhid oğluyam, atam şəhid olub. Mən belə sanıram da dəfələrlə Tofiq Yaqublu ilə bir yerdə tutulmuşam aksiyalarda və həmişə Tofiq Yaqublunu atamla çiyin-çiyinə döyüşdüyünə görə onu özümə əmi bilmişəm. Bunu hamıya bəyan eləmişəm, hətta Facebook profilimdə də paylaşmışdım. Yəni Tofiq Yaqublu Azərbaycanın milli sərvətidir. Valla onu biz hakimiyyətdən tələb edirik. Mən özüm bir şəhid oğlu kimi bu hakimiyyətdən tələb edirəm ki, Tofiq Yaqublunu dərhal azad etsin. Öldürmə, azad et. Biz bu hakimiyyətdən, yəni sözün düzü, buradan nəticə gözləmirik. Ancaq biz tələb eləməliyik də. Biz Azərbaycan xalqı bilirsiniz də, yəqin ki, Xalq Cəbhəsi Partiyasının Milli Şuraya bir yerdə miting üçün Bakı şəhər icra hakimiyyətinə müraciət etdilər. Mitinqə də icazə vermirlər, yer vermirlər. İcazə yoxdur, icazə deyilən bir şey yoxdur. Amma yəni ki, meydan verməlidirlər də. Bu meydanları kapadıblar, Azərbaycan xalqın o qədər qorxuzublar ki, heç kim də icazəsiz aksiya çıxan deyil, qorxurlar. Ona görə də bu müvəqqəti bir çətinlik dövrüdür, bunu da adlayacağıq inşallah. Ona görə də biz
ancaq əlimizdən bu son ümidsizliyimizdən son qərarımız aclıq aksiyasına oturmaqdır. Ona görə də mən bu gündən aclıq aksiyasına otururam. İndi nə qədər dözə biləcəyik, dözəməyəcəyik bu başqa məsələ. İsrarla Azərbaycan hakimiyyətindən Tofiq Yaqubluya azadlıq tələb edirəm. Nağıyev Zəkirullah Veysəloğlu. Deməli, bizim aclıq aksiyasına qoşulmağımızda məqsəd Azərbaycan hakimiyyətindən Tofiq Yaqublu kimi bir insanı azad etmək tələbi idi. Bu tələbimizlə israrlıyıq və son müraciətim olaraq, yəni ki, az danışmaq istəyirəm, mən xalqıma müraciət edirəm. Xalqımız da bu tələblərimizə qoşulmalıdır, mütləq şəkildə. Çünki bu xalqımıza verilən tək adamlardan biridir Tofiq Yaqublu, tək. Yəni ki, tarixdə də belə insanlar olub və bu dəqiqənin özündə bu tarixi də yaşayırıq. Sabahları elə elməyək ki, peşmançılıq çəkək, yəni peşman olmayaq etdiyimiz hərəkətlərə görə, daha doğrusu etmədiyimiz tələblərə görə. Mən Azərbaycan xalqından da onu tələb edirəm ki, Tofiq Yaqublunun arxasında dursunlar və onun azadlıq tələbində israrlı olsunlar. Və hakimiyyətdən də Azərbaycan Xalq Cəbhəsinin adından, öz adımdan, ailəm adından tələb edirəm ki, Tofiq Yaqubluya azadlıq. Natiq İsrafilli, Müsavat Partiyası Şəki Təşkilatının sədr müavini. Tofiq bəyin tutulmasını, həbs olunmasını mən qəbul edə bilmirəm. Ona azadlıq tələb eləyirəm. Ona görə də bu aclıq aksiyasına qoşulmuşam. İmkanım çatdığı qədər aclıq aksiyasında iştirak eləyəcəm. Hələ təhddə fikrim var ki, Tofiq Yaqublu aclıq aksiyasını dayandırana qədər mən də o qədər vaxta kimi aclıq aksiyasını davam elətdirəcəm. Nəticə olaraq heç nə gözləmirəm, amma azad eləsələr çox gözəl olar. Həm xalqımız üçün, həm hamı üçün. Yeganə məqsədim Tofiq bəyin azad olunmasıdır və bəy azad olunana qədər də bəylə bərabər aclıq aksiyasını davam etdirəcəm.